Salamlar, vaxtınız xeyir olsun. Mən adı Gözəl Lakşin, insan psixologiyası metodisti. Bugünkü mövzumuz ondan ibarət olacaq ki, niyə bəzi dırnaqarası valideynlər baxırsan uşağın anası daim olaraq qohum-əqrəba daxilində təhsil sahəsinə hər kəs gedirsə, bu da getməlidir kimi məcburiyyət tipli ifadə və nəticədə sonda həmin uşağın intiharına yaxud öləcəyi vəsiləsini gətirib çıxarır. Bu da birisi nədən qaynaqlanır? İnsanlar heç zaman bir növ öz övladlarının, öz uşaqlarının şəxsi keyfiyyətlərindən maraqlanmayıb, əksər el qınağı ilə maraqlanırlar və nəticədə də övladını itirirsən. Baxırsan ki, bu insan taxtadır da, lom, tupoy, mal. Girmir də beyninə, xeyri yoxdur da, ziyandır buna, getmir. Buna görə hər hansı bir peşə sahəsinə, montiyorluq, yaxud operator, yaxud maşın təmiri ilə bağlı, vizajist, qız oğlan, yəni hər hansı bir növ cinsi, belə deyək, dəyişkənliklə hansı cinsə mənsubsa aparıb o sahəyə qoyasan ki, ən azından oradan bir keyfiyyət götürsün. Bunun yerinə yaxud bərbərlik aparıb gic uşağı da axmaq yerinə qoyub, ancaq təhsil sahəsinə bu insan nə riyaziyyatın trigonometriya, loqaritma, yaxud belə deyək, törəmə, integral bunu bilmir, yaxud tarixdən müharibələr, döyüşlər, müqavilələr haqqında məlumatı yoxdur, yadında qalmır. Bilirsiniz, fikri yönətmə söhbəti və daxildən fikri yönətməkdən də əlavə həvəs yoxdursa və o həvəs əvvəldən bəri olmayıbsa, heç zaman da yaranmayacaq. Başdan olmalıdır. Məqsəd kiçik balaca həcmdə niyyət. Belə. Çalışın hər zaman övladlarınızın məqsədinə maraqlanmayacaqsa, siz itirəcəksiniz. Seanslarımız əyani və onlayn şəkildə həyata keçirilmə qoşulmaq istəyən şəxsi mesaj verməsinə məlumat verə bilərlər.